Salam dostlar. MHM Tədris Mərkəzinin Riyaziyyat test toplusunun yeni nəşrindən tənliklər sistemi mövzusunun 3-cü testinin suallarına birlikdə baxaq. Birinci sualda deyilir ki, verilmiş tənliklər sistemindən x, y, z hasilini tapın. Gəlin, bu tənlikləri alt-alta vuraq. Tənliyin sol tərəflərini vururuq. Deməli, y, z-də x vur, x, z-də y vur, x, y-də z. Bərabərdir. Uyğun olaraq sağ tərəflərdə vururuq. 15-də 2 vur, 6-da 5 vur, 10-da 3. Beləliklə, x-lər ixtisar gedir, y-lərin biri ixtisar gedir və z-lər ixtisar gedir. Sol tərəfdə kəsirin sürətində 1, məxrəcində isə x, y, z qalır. Bərabərdir. Sağ tərəfdə isə 5 dəfə 3, 15 kəsirin sürətləri edir. 15 məxrəcdəki 15-də ixtisar gedir. Beləliklə 2 ilə də 6 ixtisar gedir. Məxrəcdə 3, sürətdə 1 qalır. Deməli, olur 30-da 1. Beləliklə, x, y, z bizdə 30-a bərabər olar. İkinci suala baxaq. İkinci sualda deyilir ki, verilmiş tənliklər sistemindən x böl y nisbətini tapın. Deməli, yazaq 2x kvadratı, çıxaq x, y, çıxaq 6y kvadratı bərabərdir 12 və x kvadratı çıxaq 4x, y, üstə gələk 4y kvadratı bərabərdir 4. İndi biz bunu nə cür həll edə bilərik? Baxın, gəlin bərabərliyin, deməli, tənliklərin hər birini vuruqlara ayırmağa çalışaq, sol tərəflərini. İkinci tənliyin, deməli, sol tərəfi göründüyü kimi asanlıqla, deməli, müxtəsər vurma düsturunun köməyi ilə bu şəkildə yazıla bilər. Yəni, x çıxaq 2y kvadratı bərabərdir 4. Bəs görəsən, üstəki tənliyi biz nə cür vuruqlara ayıra bilərik? Deməli, 2x vurulsun x bizə 2x kvadrat edər, verər. Deməli, biz indi -6y kvadratı almaq istəyirik. Deməli, 2x çıxaq 3y və x üstə gəlinsin. Biz bunu 2y şəklində yaza bilərik. Baxaq görək, belə mi yazırıq? Xeyr, burada x üstə gələk 3y və x çıxılsın 2y şəklində gərək biz yazaq. Baxın, bu formada. Burada indi nə edə bilərik? İkinci tənliyə baxırıq ki, x çıxaq 2y kvadratı 4-ə bərabərdir. Buradan belə çıxır ki, x çıxaq 2y ya müsbət 2-yə bərabər olmalıdır, ya da x çıxaq 2 mənfi 2-yə bərabər olmalıdır. İndi x çıxaq 2y 2-yə bərabərsə birinci tənlikdə yerinə qoyduqda, onda yazarıq 2 vurulsun 2x üstə gəlinsin 3y bərabərdir 12 olar. Buradan 2x üstə gələk 3y bərabərdir 6 çıxır. Və yaxud mənfi 2-ni qoysaq, yazarıq mənfi 2 vurulsun 2x üstə gəlinsin 3y bərabərdir 12 və buradan da 2x üstə gələk 3y bərabərdir mənfi 6 tapılar. İndi biz bu iki tənliklərin köməyi ilə x böl y nisbətini tapa bilərik. Yəni, hansı formada, hansı tənliyi siz götürürsünüzsə götürün, x bölə y nisbəti hər iki tənlik üçün, hər iki hal üçün daha doğrusu eyni cavaba gəlib çıxarır. Deməli, gəlin birinci hal üçün baxaq. Deməli, x çıxaq 2y 2-yə bərabərdir və 2x üstə gəlinsin 3y də 6-ya bərabərdir. İndi bu tənliyin birincisini müsbət 3-ə, ikinci tənliyi isə müsbət 2-yə vuraq və tərəf-tərəfə toplayarıq. Beləliklə, 3x çıxaq 6y bərabərdir 6 və 4x üstə gələk 6y bərabərdir 12. Beləliklə, buradan tərəf-tərəfə toplasaq alarıq. 7x müsbət 6 və mənfi 6y bir-birlərini islah edir. Bərabərdir 18-ə. Buradan da x bərabərdir 18 böl 7-yə. İndi 18 böl 7-ni isə belə yaza bilərik. 2 tam 7-də 4 şəklində. Sonra, indi gəlin y tapaq. Yazırıq 2 tam 7-də 4 çıxaq 2y bərabərdir 2. Buradan 2y bərabərdir 7-də 4 və biz y tapsaq 7-də 4-ü 2-yə böldükdə 7-də 2 qalar. Beləliklə, x bölə y nisbət üçün biz deməli 18 böl 7-ni vururuq 2-də 7-yə və 7-lər ixtisar gedir, 18-dən də 2 ixtisar gedir və 9 almış olarıq. Deməli, doğru cavab 9-a bərabər olar. İndi 9-a bərabər olar. Biz indi gəlin ikinci hala baxaq. Yəni, x çıxılsın 2y mənfi 2-yə bərabərdir və 2x üstə gələk 3y də onda mənfi 6 olmalıdır. Bu halda biz tənlikləri etmək üçün yenə birinci tənliyi 3-ə, ikinci tənliyi 2-yə vururuq. Beləliklə nə alırıq?
3x çıxaq 6y bərabərdir -6 və 4x üstəgələk 6y bərabərdir -12. Tərəf-tərəfə toplasaq, müsbət və -6y-lər islah olar. Beləliklə 7x bərabərdir -18, x də bərabərdir -2/7-də 4. İndi birinci tənlikdə, yəni x çıxaq 2y bərabərdir -2 tənliyini də nəzərə alsaq, yazarıq -2/7-də 4 çıxaq 2y bərabərdir -2. Bu tənliyin hər bir tərəfini -1-ə bölsək, hər bir həddini, onda alarıq 2/7-də 4 üstəgələk 2y bərabərdir 2. Buradan da 2y bərabərdir -7-də 4 və y üçün biz -7-də 2 cavabını alarıq. Yenə də x bölünsün y üçün biz, deməli, -2/7-də 4-ü -7-yə 2-yə bölməklə yenə də 9 cavabını almış olarıq ki, doğru cavab da C bəndi edər. Bağışlayın, bunu gəlin yaşına yazaq. C bəndi birincidə də doğru cavab onsuzdan C bəndi idi. İndi gəlin üçüncü suala baxaq. Üçüncü sualda deyilir ki, tənliklər sistemindən y böl x nisbətini tapın. Birinci tənliyin gəlin hər iki tərəfini y-ə vuraq. Onda alarıq x kvadratı y çıxaq 2 bərabərdir x y. İkinci tənliyində hər iki tərəfini x kvadratına vursaq, deməli x kvadratı y çıxaq 2 bərabərdir. Yenə də alarıq 3/1 x-in kvadratı. İndi biz baxırıq ki, tənliyin sol tərəfləri bir-birinə deməli bərabərdir. Tənliyin sol tərəfləri bir-birinə bərabər olduğuna görə tənliklərin sağ tərəfləri də bir-birinə bərabər olmalıdır. Yəni 3/1 x kvadratı bərabər olmalıdır x y-ə. Buradan yazırıq 3/1 x kvadratı çıxaq x y bərabərdir 0. X-i ortaq vurub çıxartsaq 3/1 x çıxılsın y bərabərdir 0. Buradan belə bir nəticə alırıq ki, x 0-a bərabərdir. Amma halbuki x 0-a bərabər ola bilməz. Çünki x 0-a bərabər olarsa, onda kəsirin məxrəci deməli şərtdəki ikinci tənlikdə məxrəcdə x kvadratı var. Onda gəlib biz məxrəcdə x-in yerinə 0 qoyaq, amma belə bir şey ola bilməz. Deməli onda 3/1 x çıxılsın y hökmən 0-a bərabərdir. Buradan biz 3/1 x çıxaq y bərabər 0-dan daha doğrusu mənfi y sağa atsaq 3/1 x bərabərdir y olar. Beləliklə y bölək x nisbətini tapdıqda y-in yerinə 3/1 x qoyuruq və onu da x-ə bölürük. X-lər ixtisar gedir və biz 3/1 cavabını tapmış olarıq ki, doğru cavab da B bəndi olar. Sonra dördüncü suala baxaq. Dördüncü sualda deyilir ki, tənliklər sistemindən x vur y hasilini tapın. Deməli, x-in əvəzinə yazarıq kök altda x-in kvadratı, vuraq kök altda y çıxaq. Y-in əvəzinə yazıram kök altda y-in kvadratı vur kök altda x bərabərdir 6 və kök altda x çıxaq kök altda y bərabərdir 2. Buradan kök altda x vurulsun kök altda y-i ortaq vurub çıxarsam kök altda x çıxaq kök altda y bərabərdir 6 olar və kök altda x çıxaq kök altda y də bizdə 2-yə bərabərdir. Onda birinci tənlikdə kök altda x çıxaq kök altda y-in yerinə 2 qoysaq, onda olar kök altda x-i kök altda y-ə vurduqda kök altda x y bərabərdir 6-nı da 2-yə bölsəm 3 və buradan x y üçün biz 9 cavabını almış olarıq ki, doğru cavab da D bəndinə uyğun gələr. 5-ci sualda görək nə deyilir. Deyilir ki, verilmiş tənliklər sistemindən həllər cütü üçün bu hasili, daha doğrusu bu ifadənin qiymətini tapın. Yəni x1 x2 vuraq, üstəgələk y1 y2 cəmini. Deməli, dərhal tənliyi yazaq. X çıxaq y bərabərdir 3-dür və 3x kvadratı üstəgələk 2y bərabərdir 48-dir. İndi bu tənliyi həll etmək üçün üstəki tənliyi gəlin 2-yə vuraq ki, mənfi 2y-dən altdakı müsbət 2y toplayanda bir-birini islah etsin. Beləliklə 2x çıxaq 2y bərabərdir 6 və buradan 3x kvadratı üstəgəl 2y bərabərdir 48. Əgər tərəf-tərəfə toplasam, mənfi və müsbət 2y-lər bir-birini aparar. Beləliklə 3x kvadratı üstəgəl 2x, 6 üstə 48 gəldikdə 54, 54 də suala keçirsək, olar mənfi 54. İndi bu tənliyin hər bir həddini 3-ə bölməklə onu çevrilmiş kvadrat tənliyə gətirə bilərik. Beləliklə x kvadratı üstəgələk 3-də 2x çıxılsın 18 bərabərdir 0. İndi biz tənliyin kökləri hasilini tapa bilərik buradan. x1 x2 bərabərdir. x1 x2 bizə nə verir? Mənfi 18. Biz artıq bu ifadəni tapdıq. İndi gəlin biz y1 y2 hasilini tapaq. Bunun üçün nə edək? Birinci tənlikdə x çıxaq y bərabərdir 3 tənlikdə
X-i tapaq, yəni əvəzləyək. X bərabərdir y üstə gələk 3 alarıq və onu ikinci tənlikdə yerinə yazaq. Deməli, nəzərə alaq. 3 vurulsun, x-in yerinə yazarıq. Y üstə gələk 3 və onun kvadratı üstə gələk 2y bərabərdir 48. Buradan deməli 3 vurulsun, y kvadratı üstə gəl 6y üstə gəl 9 üstə gəl 2y bərabərdir 48. Buradan 3y kvadrat üstə gəl 6 dəfə 3 deməli 3 dəfə 6y 18y 2y də əlavə etsək olur 20y üstə gələk 3 dəfə 9 27 və 48-i bərabərin soluna keçirik olur -48 o da bərabərdir 0. Beləliklə 3y kvadratı üstə gələk 20y çıxaq 21 bərabərdir 0. Yenə çevrilmiş kvadrat tənliyə gətirmək üçün 3-ə bölürük. Hər bir həddi. Beləliklə y kvadratı üstə gələk 20 böl 3y çıxaq 7 bərabərdir 0. Buradan isə y1 vur y2 hasilini üçün biz -7 almış olarıq. Beləliklə x1 x2 üstə gələk y1 y2 cəmi üçün biz alırıq. -18 üstə gəl -7 o da bərabərdir -25. -25 isə bizdə C bəndinə uyğun gəlir. 6-cı suala baxaq. 6-cı sualda deyilir ki, x kvadratı çıxaq y kvadratı bərabərdir 21 bərabərliyini ödəyən x və y natural ədədləri üçün 2x üstə gələk 3y cəminin ən kiçik qiymətini tapın. Deməli, x kvadratı çıxaq y kvadratını biz müxtəsər vurma düsturunun köməyi ilə bu şəkildə vuruqlara ayıra bilərik. X çıxaq y vuraq x üstə gələk y bərabərdir 21. Deməli, burada bir neçə hal var. Birinci hal nədir? Daha doğrusu 2 hal var. Birincisi, x çıxaq y olar 3. Onda x üstə gələk y 7-yə bərabər olar və yaxud x çıxaq y bizdə 1 olsa, x üstə gəlinsin y də bizdə 21 olmalıdır. Beləliklə, biz tərəf-tərəfə hər iki tənlikdə toplama aparsaq, hər ikisində onsuz da mənfi və müsbət y-lər bir-birini islah edir. Beləliklə, birinci tənlikdən 2x bərabərdir 10 və x üçün 5 alarıq. Bəs 5-in üzərinə nə əlavə edəsək 7 edər? 2. Deməli, x 5 olduqda y 2-yə bərabərdir. İkinci tənlikdən isə deməli 2x bərabərdir 22 və buradan x bərabərdir 11 alarıq. X 11 isə onda y də 10-a bərabərdir. İndi 2x üstə gələk 3y cəminin ən kiçik olmasını biz istəyiriksə də x və y qiymətləri mümkün qədər kiçik olmalıdır. Yəni görə biz birinci o hissəni, yəni birinci aldığımız cavabları götürürük. Beləliklə 2 vur 5 üstə gələk 3 vur 2 o da edər 16, yəni doğru cavab B bəndi. 7-ci suala baxaq. 7-ci sualda deyilir ki, bu tənliklər sistemindən x kvadrat üstə gələk y kvadrat cəmini tapın. Gəlin indi yazaq. Deməli, 3x çıxılsın 2y bərabərdir 6 və 10x kvadratı çıxaq 12xy üstə gələk 5y kvadratı bərabərdir 40. Biz indi burada nə cür həll edə bilərik? Ona gəlin diqqət yetirək. Burada birinci tənliyin hər iki tərəfini gəlin kvadrata yüksəldək. Deməli, gəlir buradaca birbaşa yazaq. 3x çıxaq 2y mötürücüsü kvadratı və 6-nın kvadratı. Beləliklə 9x kvadratı çıxaq 12xy üstə gələk 4y kvadratı bərabərdir 36. İkinci tənlik isə olduğu kimi qalsın. 10x kvadratı çıxaq 12xy üstə gələk 5y kvadratı bərabərdir 40. İndi gəlin bu tənlikləri tərəf-tərəfə çıxaq. Beləliklə 9x kvadratdan 10x kvadrat çıxdıqda mənfi x kvadratı, mənfi 12xy-dən elə mənfi 12xy çıxdıqda onlar bir-birini aparır. Və 4y kvadratdan 5y kvadrat çıxdıqda mənfi y kvadratı qalır. 36-dan da 40 çıxdıqda mənfi 4. Bu aldığımız cavabında hər iki tərəfini mənfi 1-ə vursaq və yaxud bölsək, biz alarıq x kvadrat üstə gələk y kvadratı, o da bərabərdir 4. Yəni doğru cavab C bəndi. İndi 8-ci suala baxaq. 8-ci sualda deyir ki, A, B və C mənfi ədədlər olarsa, verilmiş tənliklər sistemindən A, B, C hasilini tapın. İndi yenə də bu tənliyin biz gəlin üst tənliyi də sol tərəflərini 1, sağ tərəflərini isə 1 vuraq. Deməli, A kvadratı B bölünsün C-ni vururam. B kvadratı vur C bölünsün A-ya. Onu da vururam. C kvadratı vur A bölünsün B-yə. O da bərabərdir. 1 vur 4 vur 16 bizə verər 64. Beləliklə, baxırıq ki, B ilə B ixtisar gedir, A ilə A ixtisar gedir, C ilə isə C ixtisar gedir. Beləliklə, A kvadratı, B kvadratı, C kvadratı üçün biz 64 alarıq. Hər iki tərəfdən kök alsaq, ABC hasili üçün müsbət mənfi 8 almalıydıq. Amma A, B və C
Hər üçü sıfırdan kiçik olduğuna görə onların hasili də bizə yenə mənfi verir və doğru cavab olar mənfi 8. Yəni doğru cavab D bəndi. Sonra 9-cu suala baxaq. 9-cu sualda deyilir ki, verilmiş tənliklər sistemindən x çıxaq y fərqini tapın. Dərhal yazırıq. X kvadratı üstə gələk 6y bərabərdir mənfi 7 və y kvadratı çıxaq 2x bərabərdir mənfi 3. İndi gəlin bu tənlikləri tərəf-tərəfə toplayaq. Beləliklə x kvadratı çıxaq nə? 2x. Üstə gələk, müxtəsər vurma düsturuna tamamlamaq üçün biz 1 əlavə eləməliyik. Üstə gələk, y kvadratı üstə gələk 6y, üstə gəl, müxtəsər vurma düsturuna tamamlamaq üçün 9 əlavə etməliyik. Deməli, sağ tərəfdə isə mənfi 7 çıxaq 3, üstə gəl, baxın 1 və 9-u sağ tərəfə də əlavə eləməliyik. Beləliklə, ilk 3 hədd olur x çıxaq 1-in kvadratının açılışı, növbəti 3 hədd olur y üstə gələk 3-ün kvadratının açılışı, bərabərin sağ tərəfi də bizə 0 verir. Buradan görürük ki, bərabərliyin 0 olması üçün hər bir mötərizənci ayrı-ayrılıqda 0 etməlidir. Bunun üçün x 1-ə, y isə mənfi 3-ə bərabərdir. Buradan x çıxaq y fərqi üçün biz alarıq. 1 çıxaq mənfi 3, o da bərabərdir 4, yəni D bəndi. 10-cu suala baxaq. 10-cu sualda deyilir ki, verilmiş tənliklər sistemindən x üstə gəl, y üstə gəl, z cəmini tapın. Deməli, tənliklər gəlin yazaq. X, y bərabərdir mənfi 6, xz bərabərdir 2 və yz bərabərdir mənfi 3. İndi bu tənlikləri deməli, tərəf-tərəfə vursaq nə alarıq? X kvadratı, y kvadratı, z kvadratı bərabərdir müsbət 36. Buradan x, y, z üçün biz x, y, z üçün müsbət mənfi 6 alırıq. Amma hansı olmalıdır ona gəlin baxaq. Baxın, burada x-i y-ə vuranda mənfi 6, x-i z-ə vuranda müsbət 2. Deyirik ki, qoy bizdə, belə deyək də, x müsbət olsun, z də müsbət olsun, onda belə çıxır ki, y mənfi olmalıdır. Beləliklə, 2 müsbəti bir-birinə vurduqda, onsuz da biz mənfi alırıq. Bundan başqa, x-in z-ə hasili müsbət 2-dir. İndi biz x və z-in hər ikisi müsbət qəbul ediyimizə görə deməli, x, y, z-i biz mənfi 6-ya bərabər götürmüşük. Əgər xz hasili bizdə 2-dirsə, onda 2 vurulsun y bərabərdir mənfi 6-dan, y-ə mənfi 3 taparıq. Əgər y mənfi 3-dürsə, z onda 3-cü tənlikdən görünür ki, 1-ə bərabərdir. Y mənfi 3 olduğuna görə x də bizdə 2-yə bərabərdir. Beləliklə, x üstə gəl, y üstə gəl, z cəmi üçün biz 0 alarıq ki, 0 da C bəndinə uyğun gələr. 11-ci suala baxaq. 11-ci sualda deyilir ki, verilmiş tənliklər sistemindən AB hasilini tapın. Dərhal yazırıq. A üstə gəl kök altda B bərabərdir 11 və A üstə gəl B bərabərdir 13. Gəlin bu tənliyi həll etmək üçün tərəf-tərəfə tənlikləri çıxaq. Çıxdıqda A ilə A bir-birini aparır, 0 qalır. Deməli, qalır kök altda B çıx B bərabərdir 11-dən də 13 çıxdıqda mənfi 2. Beləliklə, B çıxılsın kök altda B çıxaq 2 bərabərdir 0 olar. Biz B-ni kök altda B-nin kvadrat şəklində yazsaq, kök altda B-nin kvadratı çıxaq, kök altda B çıxaq 2 bərabərdir 0. Buradan kök altda B çıxılsın 2 vurulsun, kök altda B üstə gəl 1 bərabərdir 0. Deməli, ya kök altda B çıxaq 2 0-a bərabər olmalıdır, ya kök altında B üstə gəl 1 bərabər 0 olmalıdır ki, ikinci tənlikdən tapırıq ki, kök altda B mənfi 1-ə bərabər olmalıdır ki, bu da həqiqətlər çoxluğunda mümkün olan bir şey deyil. Beləliklə, biz kök altda B-ni tapdıqda 2 alarıq. Buradan isə B üçün biz 4 cavabını tapırıq. Əgər kök altda B 2-yə bərabərdirsə, onda A üstə gələk 2 bərabərdir 11 olar birinci tənlikdən. Beləliklə, A da bərabərdir 9. Beləliklə, A vur B hasili üçün biz 36 alarıq. Yəni, doğru cavab olar D bəndi. 12-ci suala baxaq. 12-ci sualda deyilir ki, tənliklər sistemindən x, y hasilinin böyük qiymətini tapın. Deməli, gəlin tənlikləri yazaq. X üstə gələk y, üstə gələk x, y bərabərdir 7 və x kvadratı üstə gələk y kvadratı çıxaq 5x, y bərabərdir mənfi 5. Birinci tənlikdən x üstə gələk y tapsaq, alarıq 7 çıxaq x, y. Və sonra gəlin tənliyin hər iki tərəfini kvadrata yüksəldək. Və alınan cavabı gəlin altdan hesablayıb yazaq. X kvadratı üstə gələk y kvadratı, üstə gəl 2x, y bərabərdir 7-nin kvadratı deməli 49 çıxaq birinci, ikinci hasilin 2 misli, yəni 14x, y üstə gələk x, y-in nəyi? Kvadratı.
Beləliklə biz x kvadratı üstə gələk y kvadratını tapdıqda 2x y bərabərin sağ hissəsini atarıq. Onda olar 49 çıxaq 16x y üstə gələk x y-in kvadratı. Bu bizim cavabımız olar. İndi birinci bu aldığımız tənliyi bu ikinci tənlikdə daha doğrusu yerinə yazsaq yazarıq. 49 çıxaq 16x y üstə gələk x y-in kvadratı çıxaq 5x y bərabərdir -5. Onsuz da bizdən x y hasilinin ən böyük qiymətini tapmaq tələb olunur. Onda biz tənliyi artıq x y-ə görə həll etməliyik. Beləliklə x y-in kvadratı çıxaq -16x y -5x y edir 21x y -21x y. Sonra -5'i sağa atarıq. Müsbət 5 üstə də 49 gəldikdə edər 54. O da bərabərdir 0. Beləliklə biz indi nə alırıq? Bu ifadəni vuruqlara ayırmaq istəyirik. Vuruqlara ayırmaq üçün yazırıq x y çıxaq 3 vurulsun x y çıxaq 18 o da bərabərdir 0. Birinci mötərizədən belə çıxır ki x y ya 3 olmalıdır. İkinci mötərizə isə deyir ki ya da 18 olmalıdır. İndi hasilin böyük qiymətini tapmaq tələb olunursa doğru cavab 18 olar. Sonra 13-cü suala baxaq. 13-cü sualda deyilir ki, verilmiş tənliklər sistemindən A çıxaq B fərqini tapın. Deməli, birinci tənlik yazaq. Kök adda A üstə gələk. Baxın, kök adda B'dir. Bunu biz yaza bilərik. 4-cü dərəcədən kök adda B bərabərdir 3. İkinci tənlik isə olduğu kimi qalsın. 4-cü dərəcədən kök adda B vurulsun. 8 çıxılsın kök adda A. O da bərabərdir 6. Beləliklə, biz 4-cü dərəcədən kök adda B-ni tapsaq, alaraq 3 çıxaq kökün altında A. İkinci tənlikdə nəzərə alaq. Deməli, 3 çıxılsın kök altında A. Vurulsun 8 çıxaq kök altında A bərabərdir 6. İndi gəlin mötərizəni vurub açaq. Beləliklə 24 çıxaq 3 kök altında A. Çıxaq 8 kök altında A. Üstə gələk kök altında A-nın kvadratı. O da bərabərdir 6. Beləliklə kök altında A-nın kvadratı çıxaq 11 kök altında A. Üstə gələk 18 bərabərdir 0. Vuruqlara ayırsaq kök altında A çıxılsın 2 vurulsun. Kök altında A çıxılsın 9 bərabərdir 0. Buradan kök altında A bərabərdir 2 olmalıdır. Ya da ki kök altında A bərabər 9 olmalıdır. Birincidən A1'ə 4. İkincidən isə A2'yə 81 almış olarıq. İndi biz bunun hansını götürməliyik? Gəlin ona baxaq. Birinci tənlikdə kök altında A üstə gələk 4-cü dərəcədən kök altında B bərabərdir 3'dür. Əgər biz kök altında A-nın əvəzinə, baxın burada 9 almışıq. 9'u nəzərə alsaq, onda yazaq 9 üstə gələk 4-cü dərəcədən kök altında B bərabərdir 3. Buradan da 4-cü dərəcədən kök altında B bərabərdir -6 alırıq ki, bu da mümkün olan bir şey deyil. Həqiqi ədədlərdə mümkün deyil. Deməli, A 81 ola bilməz. Deməli, A-nın qiyməti 4. Əgər kök altında A-nın yerinə biz 2 qoysaq, 2 üstə gələk 4-cü dərəcədən kökün altında B bərabərdir 3. Buradan taparıq ki, 4-cü dərəcədən kökün altında B bərabərdir 1. Və buradan da biz B üçün 1 almış olarıq. Beləliklə, A çıxılsın B-yə biz 3 taparıq. Yəni, doğru cavab olar C bəndi. Sonra 14-cü suala baxaq. 14-cü sualda deyilir ki, verilmiş tənliklər sistemindən A üstə gəl B cəmini tapın. Deməli, biz bunu nə cür edə bilərik? Gəlin ona baxaq. Birinci, gəlin burada hər iki kəsirdə ortaq məxrəc eləyək. Deməli, daha doğrusu hər iki ifadədə ortaq məxrəc eləyək. Deməli, birinci tənlikdə kəsirin məxrəci B-dir. Onda olur A üstə gələk B kvadratı bərabərdir 4. İkinci tənlikdə isə A-da, deməli AB üstə çıxılsın B kvadratı bərabərdir 1 almış olarıq. Bu şəkildə biz bunu yazdıq. İndi bundan sonra nə edə bilərik? Gəlin indi baxaq. Əgər bunun hər iki tərəfini biz, deməli, birinci tənliyin hər iki tərəfini B-yə, ikincini də A-ya vursaq alarıq. A üstə gələk B-nin kvadratı bərabərdir 4B. İkincidə isə AB çıxaq B kvadratı bərabərdir A. Buradan hər iki tərəfi, tənlikləri tərəf-tərəfə toplasaq, B kvadratları islah olar. Onda alarıq A üstə gəl AB bərabərdir A üstə gəl 4B. İndi baxın, hər iki tərəfdə A var. A-ları da atsaq, beləliklə AB bərabərdir 4B. Burada diqqətli olmalı bir məqam var. Məqam nədir? Baxın, bir çox hallarda xüsusən də şagirdlər bunu eləyirlər. Deyirlər ki, gəlin hər iki tərəfdən B-ləri, məsələn, eyni olanları ixtisara deyək. Yəni, ataq.
Bunu adi bir ifadə olsa, hə, edə bilərdiniz. Amma siz əgər tənniy edirsinizsə, burada beləri ixtisar aparılması, B-ni ixtisar aparmaqla siz artıq tənniyin bir kökünü yoxa çıxartmış olursunuz. Ona görə biz nə edirik? Yazırıq AB çıxaq 4B, yəni 4B-ni bərabərin soluna atırıq, bərabərdir 0. B-ni ortaq vuruq çıxardırıq. Mötərizədə A çıx 4, o da bərabərdir 0. Burada ya B 0 olmalıdır, ya da A 4 olmalıdır. İndi B 0 ola bilməz. Nə üçün? Çünki birinci tənlikdə kəsrin məxrəcində B var. Yəni məxrəcdə biz 0 yaza bilmədik. Deməli A bizdə 4-ə bərabərdir. A bizdə 4-dürsə, onda gəlin biz A üstə gələk B cəmini buradan tapaq. Deməli A bizdə 4-dür, bağışlayın. Deməli B çıxılsın. B kvadratı böl 4 bərabərdir 1. Hər iki tərəfini 4-ə vursaq, 4B çıxaq B kvadratı bərabərdir 4. Beləliklə B kvadratı çıx 4B üstə gəl 4 bərabərdir 0. Bu isə B çıxaq 2-nin kvadratının açılışıdır. Buradan da biz B-yə 2 alırıq. Beləliklə A üstə gəl B cəmi üçün biz 6 almış olarıq ki, bu isə E bəndinə uyğun gələr. İndi 15-ci suala baxaq. 15-ci sual olduqca asan sualdır. Deyir, tənliklər sistemindən x üstə gəl, y üstə gəl, z cəmini tapın. Birinci tənliyin hər iki tərəfini x-ə vuraq. Beləliklə, x kvadratı üstə gəl 4 bərabərdir mənfi 4x. İkinci tənliyin hər iki tərəfini y-ə vuraq. Y kvadratı üstə gəl 16 bərabərdir 8y. Və üçüncü tənliyin hər iki tərəfini z-ə vuraq. Beləliklə, z kvadratı üstə gəl 25 bərabərdir mənfi 10z. Beləliklə, hər üç tənlikdə daha doğrusu bərabərin sağ tərəfindəki ifadələri sola keçirək. Beləliklə birinci tənlikdə yazırıq x kvadrat üstə gəl 4x üstə gəl 4 bərabərdir 0. İkinci tənlikdən y kvadrat üstə gəl daha doğrusu çıxaq 8y bərabər üstə gələk 16 bərabərdir 0 alarıq. Beləliklə üçüncüdə də z kvadratı üstə gəl 10z üstə gəl 25 bərabər 0 almış olarıq. Diqqət etirsə görərik ki, bu hər üç ifadənin hər biri iki ədlinin fərqinin və yaxud cəminin kvadratıdır. Birincidən alırıq x üstə gələ 2-nin kvadratı bərabərdir 0. İkincidən alarıq ki, y çıxılsın 4-ün kvadratı bərabərdir 0. Üçüncüdən isə z üstə gələk 5-in kvadratı bərabərdir 0. Beləliklə, x üçün mənfi 2 alarıq, y-ə 4, z-ə isə mənfi 5. Buradan biz x üstə gəl, y üstə gəl, z cəmini gəlin hesablayaq. Deməli, x-in qiyməti mənfi 2, y-in qiyməti 4, z-in qiyməti isə mənfi 5. Və buradan cəm üçün biz mənfi 3 almış olarıq ki, doğru cavab da B bəndinə uyğun gələr. İndi 16-cı suala baxaq. 16-cı sualda deyilir ki, x üstə gəl, y bərabərdir 20 böl x-dir və x üstə gəl, y də bərabərdir 5 bölünsün y-dir. İndi baxın. Əgər tənliklərin sol tərəfləri bir-birinə bərabərsə, bu tənliklərin sağ tərəfləri də bir-birinə bərabər olmalıdır. Yəni 5 bölünsün y bərabərdir 20 bölünsün x olmalıdır. Buradan 5 ilə 20-ni ixtisar aparsaq, soldakı kəsrin sürətində 1, sağdakı kəsrin sürətində 4 qalar. Buradan da alırıq ki, x bərabərdir 4y. Yəni x y-dən 4 dəfə böyük olmalıdır. İndi biz birinci tənlikdə bu ifadəni nəzərə ala bilərik və yaxud ikinci tənlikdə. Yəni ikinci tənlikdə yazaq. X-in yerinə yazırıq 4y, üstə gəl birdən də y bərabərdir 5 bölünsün y. İndi buradan baxırıq ki, sol tərəf edir 5y bərabərdir 5 böl y. Buradan 5y-in kvadratı bərabərdir 5, y kvadratına da 1 aldıq. Deməli, y ya müsbət 1-dir, ya da y mənfi 1-dir. İndi x üstə gələk y cəminin modulunu tapmaq tələb olunur. X-in yerinə 4y qoyarıq, onun üçün şərt elədiyik. Üstə də 1y gələrik, alarıq onda modulda 5y. İndi siz y-in yerinə istər 1 qoyun, istər mənfi 1 qoyun, fərqi yoxdur. Hər iki halda bu ifadənin qiyməti müsbət 5-ə bərabər olar. Çünki modulda mənfi çıxmır. İndi isə 17-ci suala baxaq. 17-ci sualda deyilir ki, verilmiş tənliklər sistemindən x kvadrat üstə gələ y kvadratı cəmini tapın. Yazaq onda. X kvadratı üstə gəl, 3xy üstə gələk 5y kvadratı bərabərdir 20 və x üstə gələk 3y bərabərdir 4. İndi bu cəmi biz nə cür hesablaya bilərik? Gəlin ilk əvvəl ikinci tənliyin hər iki tərəfini kvadrata yüksəldib açaq onu. Onda gəlin bunu birinci yazaq. Olar x kvadratı üstə gələk deməli 6xy üstə gələk 9y kvadratı bərabərdir 16. Yəni elə bunu altdan yazaq, bunu yuxarıdan nahaq yazdıq. Deməli, birinci ifadə olduğu kimi qalır. X kvadratı üstə gələk 3xy üstə gələk 5y kvadratı bərabərdir 20. İkinci tənlik isə
X kvadrat üstə gələk 6xy üstə gələk 9y kvadratı bərabərdir 16. İndi nə edirik? Biz baxırıq ki, bizdən x kvadratı üstə gələk y kvadratı cəmini tapmaq tələb olunur. Ona görə birinci tənliyin əvvəlcə 2-yə vururuq ki, buradakı 3xy 2-yə vurulsun, 6xy olsun və tərəf-tərəfə çıxanda onlar bir-birini apara bilsin. İkinci tənlikdəkindən. Beləliklə 2x kvadratı üstə gəl 6xy üstə gələk 10y kvadratı bərabərdir 40. İkinci isə belə olur. X kvadratı üstə gəl 6xy üstə gələk 9y kvadratı bərabərdir 16. Tərəf-tərəfə çıxsaq 6xy-lər bir-birini aparar. 2x kvadratdan x kvadrat çıxdıqda x kvadratı, 10y kvadratdan 9y kvadrat çıxdıqda isə y kvadratı. 40-dan da 16 çıxdıqda 24. Deməli, doğru cavab olar C bəndi. 19-cu suala bağışlayın, 18-ci suala baxaq. 18-ci sual olduqca maraqlı bir sualdır. Çünki burada baxırsınız, bir dənə tənlik var, amma tənlikdə 2 dənə dəyişən var. Bu əslində qalsa nəyəsə bənzəyir. Yəni, konkret olaraq nəyinsə açılışına oxşuyur, amma tam da oxşamır. Məsələn, baxın, x kvadrat çıxaq 4xy desəz, deyərsiniz ki, üstə gələk 4y kvadratı olsun. Bu da x çıxaq 2y kvadrat. 2y mötərizəsi kvadratıdır. Və burada da 1y kvadratı artıq qalar. Y kvadrat çıxaq 4y-ə baxarsınız. Deyirsiniz ki, bu da üstə gəl də 4 olsa, bu da y çıxaq 2-nin açılışıdır. Kvadratın açılışıdır. Onda isə 4x üstə gəl 4 deyilən bir hədd qalır. Yəni, bir neçə üsulla bunu bəlkə də sınamış olarsınız. Bizdə, belə deyim də, misalı eləyən adamlar. Mən şəxsən özüm də bir-iki dəfə müxtəlif üsullarla sınadım. Nəyəsə oxşuyur, amma onu biz tam şəkildə indi gəlin yazaq. Deməli, diqqət etirsəz, bu çıxaq 4xy var. Baxın, gəlin buran yazaq. Sonra burada 5y kvadratı var. Bunu yazdıq ki, 4y kvadratı üstə gələk y kvadratı şəklində. Deməli, onda bu 2y kvadratıdır. Başa düşdük. Ki, bu x çıxaq 2y-dir. Bəs üstə gəl 4x çıxaq 4y nədir? Deməli, üstə gəl bir 2 olub ki, və yaxud bir çıxaq 2 olub ki, bunun açılışına gəlib çıxıbdır. Onda bunu bu şəkildə yazmaq olarmı? X çıxaq 2y üstə gələk, deməli 2-nin mötərizəsi kvadratı. Gəlin görək, bu ifadəni açanda nə alırıq? Deməli, birincinin kvadratı üstə gələk ikincinin kvadratı, üstə gələk üçüncünün kvadratı. Sonra indi bunları 2 vurub 2 mislini alırıq. Deməli, birinci həddə ikinciyə vurub 2 misli tapanda nə alırıq? Mənfi 4xy, sonra birinci həddi, üçüncü həddə vurub 2 mislini tapdıqda 4x alırıq. Sonra ikinci həddi, üçüncü həddə vurub 2 mislini tapdıqda alırıq mənfi 8y. İndi diqqət etirsək görərik ki, üstdəki tənlikdə eyni hissələr gəlir. Baxın, x kvadratı var, 4y kvadratı var. Amma bir dənə bizə nə əlavə lazımdır? Y kvadratı. Nələr artıq qalıb, onları mən indi qırmızı ilə işarə edirəm. Sonra 4x varmı? Var. Mənfi 8y varmı? Xeyr, mənfi 4y var. Deməli, mənfi 4y almaq üçün biz üstə müsbət 4y əlavə eləməliyik. Bir də müsbət 4 var, amma burada isə 8-dir. Deməli, bizdə 4 çatmır. Beləliklə, biz bu tənliyi deməli, 2 dəfə müxtəsər vurma düsturu tətbiq etməklə müəyyən kvadratların cəminə gətirib çıxarmalıyıq. Yəni, birincisi avtomatik x çıxaq 2y üstə gələk 2-dir, onun kvadratı olmalıdır. Bir də qırmızı ilə qalan. Bu isə y üstə gələk 2-nin kvadratının açılışıdır və doğru cavab, deməli, bu cəm bərabər 0 olur. İndi bu cəmin 0-a bərabər olması üçün mötərizənin daxilindəki ifadələrin hər biri ayrı-ayrılıqda 0 olmalıdır. İndi y-in yerinə mənfi 2 qoysam ikinci mötərizədə mötərizənin 0 eləyər və onda yazırıq. X çıxaq 2 vurulsun, y-in yerinə yazırıq mənfi 2, üstə gəl 2 bərabərdir 0. Buradan x üstə gəl 4 üstə gəl 2 bərabərdir 0 və x üçün biz mənfi 6 almış olarıq. Beləliklə, x-y hasili üçün cavab 12-yə bərabər olar. 19-cu suala baxaq. 19-cu sualda deyilir ki, A parametrinin hansı qiymətlərində tənliklər sisteminin həlli x böyükdür y şərtini ödəyir. Deməli, birinci gəlin tənliyin olduğu kimi özünü yazaq və sonra həll etməyə başlayaq. Deməli, birinci tənliyi 4-ə vursaq, çünki burada mənfi y var, onlar mənfi 4y və ikinci tənliklə də rahatlıqla toplayaram. Beləliklə, 8x çıxaq 4y bərabərdir, 6 dəfə 4, 24. İkinci isə x də gələk 4y bərabərdir a. Tənliklər tərəf-tərəfə toplasaq, mənfi müsbət 4y-lər bir-birini aparar. 9x bərabərdir, 24 üstə gəl a. Buradan da x bərabərdir, 24 üstə gəl a bölünsün 9. Bu cavabı almış olarıq. İndi x-in yerinə biz bu ifadənin yerinə qoysaq, onda yazırıq. Məsələn, ikinci tənlikdə 24 üstə gəl
A böl 9 üstə gəl 4y bərabərdir yenə A-ya. Buradan hər iki tərəfi 9-a vuraq ki, məxrəc olmasın. Deməli, 24 üstə gəl A üstə gəl 9 dəfə 4, 36 vur y bərabərdir 9A. Buradan 36y bərabərdir 24 üstə gələk A-nı bərabərin sağına açsaq, 9A-dan A çıxırıq 8A, bir də çıx 24. Beləliklə y də bərabərdir 8A çıxaq 24 bölünsün 36. Sürət və məxrəci 4-ə ixtisar aparsaq, onda y bərabərdir 8A-nı 4-ə böldükdə 2A, 24 4-ə böldükdə çıx 6, 36-nı da 4-ə böldükdə 9. İndi şərtə görə x y-dən böyük olmalıdır. Yəni 24 üstə gəl A bölünsün 9 böyük olmalıdır. 2A çıxılsın 6 bölünsün 9-dan. 9'lar ixtisar gedər. Beləliklə 24 üstə gəl A böyükdür 2A çıxılsın 6-dan. 2A-nı bərabərsizliyin soluna, 24 isə bərabərsizliyin sağına ataq. Beləliklə A çıxılsın 2A böyükdür. Mənfi 6 çıxaq 24. Mənfi A böyükdür mənfi 30-dan. Buradan isə A kiçikdir 30 almış olarıq. Yəni doğru cavab A bəndi olar. İndi isə sonuncu suala baxaq. Sonuncu sualda deyilir ki, A parametrinin hansı müsbət qiymətində verilmiş tənliklər sisteminin, yəni x kvadrat ilə y kvadratı bərabərdir 8 və x minus y bərabərdir A tənliklər sisteminin yeganə həlli var. Gəlin ikinci tənlikdən biz y-i tapaq. Y-i tapsaq nə almış olarıq? X çıxaq A. Birinci tənlikdə y gördüyümüz yerə x çıxaq A yazsaq, belə bir məhcullu tənlik almış olarıq. Dərhal yazırıq. X kvadratı üstə gəl, x çıxaq A-nın kvadrata yüzəldək. Deməli, x-in kvadratı çıxaq 2ax üstə gələk A kvadratı, 8-i də tənliyin bərabərliyin sonuna keçirsək, çıxaq 8 bərabərdir 0. Beləliklə, 2x kvadratı çıxaq 2ax üstə gəl A kvadratı çıx 8 bərabərdir 0. İndi deyir ki, A parametrinin hansı müsbət qiymətə tənliklər sisteminin yeganə həlli var. Normalda biz tənliklər sistemi üçün belə bir cavab ala bilərdik. X-in dərəcəsi 2 olduğuna görə x1, y1 və x2, y2 şəklində. Amma deyir ki, sistemin yeganə həlli var. Yəni x2, y2 deyilən bir cüt yoxdur. İndi baxırıq ki, bizim əlimizdə bir kvadrat tənlik var. Və özümüzə sual veririk ki, hansı şərt daxilində kvadrat tənliyin yalnız bir dənə həlli ola bilərdi? Bu diskriminantın sıfıra bərabər olduğu hal üçündür. Yəni mənfi 2a-nın kvadratı çıxılsın 4 vurulsun, 2 vurulsun. A kvadratı minus 8 bərabərdir 0 olmalıdır. Buradan da 4a kvadratı çıxaq 8a kvadratı üstə gələk 64 bərabərdir 0. Burada mənfi 4a kvadratı üstə gəl 64 bərabərdir 0 alarıq. A kvadratı 4a kvadratı bərabərdir 64 olar. Buradan isə A bərabərdir müsbət mənfi 4 tapmış olarıq. Amma misalın şərtdən müsbət qiymət dediyinə görə biz ancaq müsbət 4-ü götürməliyik. Beləliklə biz 3-cü testin suallarının izahına da baxıb bitirdik. Ümid edirəm ki, hər hansı bir səhvə yol verməmişəm. Hər hansı bir səhvlə rastlaşsaz və yaxud anlaşılmayan bir məqamla qarşılaşsaz, videonun şərh bölməsində soruşa bilərsiniz. O fikri qeyd edə bilərsiniz. Sağ olun, diqqətiniz üçün təşəkkürlər.